Salam əziz 4-cü siniflər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə İZədə olan bir summativ işləyəcəyik sizinlə 4-cü sinifdən riyaziyyatdan. Summativ qiymətləndirmə 4, yəni 4 nömrəli summativ qiymətləndirməni işləyəcəyik. Burada əsasən həndəsi fiqurlardan gedir söhbət. Müxtəlif mövzuları əhatə elədiyinə görə bu summativ qiymətləndirməni istədim ki, işləyək birlikdə. Burada ama bir qeyd eləmək istəyirəm ki, bizim artıq qeydiyyatımız başlayıb gələn tədris ili üçün həm ikinci, həm üçüncü, həm də 4-cü sinif şagirdləri üçün canlı və onlayn dərslərimiz var. Qrup və yaxud da fərdi istəyənlər WhatsApp üzərindən 934 055 934 59 65 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Başlayaq dərsimizə. Deməli, uşaqlar, bax, burada bizdə verir birinci sual. Birinci sual nədir? Verilən bucaq haqqında deyilən fikirlərdən hansı doğrudur? Bu bucağa diqqətlə baxaq. Bəlkə şəkildə yaxşı görsənmir. Ona görə biraz qeyd eləmək istəyirəm burada. Bax, bura 90-dır. Bu hissə isə 80-dir. Yəni, bura 80 yazılıbdır. Və bu, bax, belə bir bucaqdır. Bax, bu şəkildə olan bir bucaqdır. 80 dərəcəli bucaqdır. 80 dərəcəli bucaq da bilirik ki, iti bucaqdır. Ümumiyyətlə, bucaqlar deməli, iti, düz, kör və açıq bucaq olaraq 4 yerə bölünürlər. İti bucaq ən kiçik bucağımızdır. 90 dərəcədən kiçik olan bucaqlardır. Və burada da biz görürük 80 dərəcəyə malikdir bu bucaq. Birincidə yazıb 100 dərəcəli kör bucaqdır. Xeyr, bu 100 dərəcəli kör bucaq deyil. Ona görə bu ola bilməz. 180 dərəcəli iti bucaqdır. Xeyr, 180 dərəcəli iti bucaq olmur onsuz da. İti bucaq 90 dərəcədən kiçik olur. Ona görə bu da səhvdir. 80 dərəcəli iti bucaqdır. Bəli, diqqətlə baxsaq şəkildə görsənir onsuz da. 80 dərəcəli iti bucaqdır. Verilən bucağın dərəcə ölçüsü 90 dərəcədən böyükdür. Xeyr, 90 dərəcədən kiçikdir. Deməli, oldu mavi oxumuz C variantı. Növbəti suala baxırıq. Verilən bucaqların azalan sıra ilə yazılışı hansıdır? Azalan sıra ilə yazılış biz tapmaq üçün biz burada böyükdən kiçiyə doğru getməliyik. Ən böyük bucağımız burada kör bucaqdır. Kör bucaq bilirik ki, deməli 90 dərəcədən böyük olan bucaqdır. Yəni 90 ilə 180 arasında. Yəni 180 bir dəqiqə. Deməli bunları silim. 90 ilə 180-in arasında olan bucaq olur kör bucaq. Deməli, ən böyüyü burada A bucağıdır və ondan kiçik C bucağıdır. Çünki bu 90 dərəcəli bucaqdır, düz bucaqdır və bu da oldu C və ən balacası isə iti bucaqdır ki, bu da 90 dərəcədən kiçik bucaqdır. Yəni, 0 ilə 90-ın arasında olan bucaqdır. Bu da oldu B. Yəni, variantımız olur A böyükdür C-dən, o da böyükdür B-dən. A variantı. Növbəti suala baxırıq. Qarşı tərəfləri bərabər və paraleldir. Bütün bucaqları düz bucaqdır. Fikri hansı bucağa, fiqura daha doğrusu aiddir? Paralleloqram çəkək öncə. Paraleloqram. Bax, belə bir fiqurdur bizim paraleloqramımız. Paraleloqram, deməli, qarşı tərəfləri bərabər və paraleldir. Bəli, qarşı tərəflər deyərkən, bax, bunu nəzərdə tuturuq və bir də bu hissələri nəzərdə tuturuq. Qarşı tərəfləri paralel və bərabərdir. Doğrudur. Bütün bucaqları düz bucaqdır. Görək, bu da doğrudurmu? Bax, bu bucağa baxırıq, görürük ki, xeyr, düz bucaq deyil. İti bucaqdır və qarşıdakı bucaq da iti bucaqdır. Buradakı bucağa baxırıq. Bax, bu bucaq isə kör bucaqdır və onun qarşısındakı bucaq da yenə kör bucaqdır. Bunlar bərabərdir. Demək ki, iti bucaq deyil, paralleloqramın üstündən bir xətt çəkdik. Sonra keçək, bir dənə də çəkək, biz tutalım ki, düz kvadrat çəkək. Kvadrat çəksəm, belə bir kvadrat çəkirəm. Biraz səliqəsiz alınır, kusura baxmayın. Deyir ki, qarşı tərəfləri bərabər və paraleldir. Bilirik ki, kvadratın qarşı tərəfləri yox, bütün tərəfləri bir-birinə bərabərdir. Ona görə elə başından bəri bunun da dalını eləməyə ehtiyac yoxdur. Demək ki, bu kvadrat da deyil. Və keçərik romba. Baxaq, romb nədir bəs? Romb da belə bir müstəvi fiqurdur. Müstəvi fiqurumuzdur.
Bu rombun qarşı tərəfləri bəli, bərabər və paraleldir. Bəs bütün bucaqları düz bucaqdırmı? Xeyr. Buralar iti bucaqdır, bu hissələri isə kör bucaqdır. Demək ki, bu da deyil, qalır bizdə bir dənə düz bucaqlı. Kvadrat olmadı, romb olmadı, qaldı bir dənə düz bucaqlı variantımız təbii ki, olacaq düz bucaqlı. Və burada da bunu sübut eləmək üçün çəkirəm. Qarşı tərəflər, bax, uzunluqlar bərabərdir. N bir-birinə bərabərdir və bütün bucaqları düz bucaqdır. Demək ki, olur düz bucaqlı C variantı. Və növbəti suala baxırıq. Çevrə haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? Diametr ən böyük vətərdir. Gəl baxaq. Gəlin burada bir çevrə çəkməyə çalışıram. Əyri də olsa. Diametr bilirik ki, mərkəzdən keçir və çevrən istənilən iki qarşı nöqtəsini birləşdirir. Çəkə bilsəm burada. Deməli, bax, mütləq bu mərkəzdən keçməlidir. Tam bu O nöqtəsidirsə, 0 nöqtəsidirsə, deməli, bu mərkəzdən keçməlidir. Diametr ən böyük vətərdirmi? Bizdən doğrunu soruşur. Doğrudur. Bəli, bu əslində doğru. Variantımız əslində A variantıdır. Gəlin digərlərini də yoxlayaq. Radius çevrənin mərkəzindən keçməklə onun istənilən iki nöqtəsini birləşdirən düz xətt parçasıdır. Radius çevrənin mərkəzindən keçməklə istənilən xeyr. Radius çevrənin sadəcə mərkəzindən keçib, yəni radius çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirir. Bax, bu olur radius. Məsələn, buradan, mərkəzdən və çevrənin istənilən, məsələn, bu da radius ola bilər, bu da radius ola bilər. Yəni, bunlar hər bir radiusdur və çevrənin mərkəzi ilə çevrənin kənarındakı istənilən bir nöqtəni birləşdirir. Deməli, bu da oldu bizim radiusumuz. İndi keçək o birisinə. Deyir ki, çevrənin bütün vətərləri bir-birinə bərabərdir. Xeyr, çevrənin bütün vətərləri hardan oldu bir-birinə bərabər? Məsələn, deyək ki, bu da vətərdir. Bu da vətərdir. Və yaxud da bu da vətərdir. Diametr. Biraz ondan böyük, lap belə diametr kimi olmasın, qırağından keçən. Bax, bu da olsun vətər. Hamısı bir-birinə bərabərdirmi bunlar? Xeyr, əlbəttə ki, bir-birinə bərabər deyil. Bax, bu məsəl üçün daha kiçikdir. Bu amma daha böyük bir vətərdir. Ona görə bütün vətərlər bir-birinə bərabər olmaz. Və diametr çevrənin istənilən iki nöqtəsini birləşdirən düz xətt parçasıdır. İstənilən deyil, mərkəzdən keçən və qarşı iki nöqtəni birləşdirən düz xətt parçası oldu diametr. Bax, belə bizim bu çevrəmiz idi və bu diametr mərkəzdən keçməklə qarşı iki nöqtəni birləşdirir. Amma ki, istənilən iki nöqtə deyil. Yəni, buradan əgər kənardan keçsə, bu artıq diametr olmaz. Bu olacaq vətər. Belə, keçdik 5-ciyə. 5-cidə nə deyir bizə? Şəkillərdən hansı güzgü əksi formasıdır? Baxaq, güzgü əksi forması olması üçün nə idi? Bu, fikir verir, izə sözü yazılıbdır. Bu hərəkət, biz hərəkətlər mövzusunda keçmişdik. İzə, görürsünüz, burada belə yazılıb, burada belə. Demək ki, bu neynədir? Gəldi belə, döndü. Demək, bu dönmə hərəkətidir. Bu, getdi. Sonra, baxaq C variantına. Burada belə yazılıb, düşüb aşağıya biraz da belə gedibdir. Demək ki, bu sürüşmədir. Sürüşübdür. Bu da yəni, bax, bunun kimidir. D variantı ilə A variantı eynidir demək olar ki. Burada da gəlibdir, dönübdür. Dönmə hərəkətidir. Bu isə, bax, bura bir ortaya bir güzgü qoyublar. İzə özünə baxır güzgüdə. Bəli, oldu B variantı. Güzgü əksi olur B variantı. 6-cıya baxırıq. Kvadratın sahəsi 81 metr olarsa, onun perimetrini tapın. Sahə, deməli, neçədir? 81. Kvadratın sahəsini tapmaq üçün, əziz şagirdlər, bilirik ki, nə etmək lazımdır? Bunu burada qoyaq. Deməli, əgər bizim kvadratın sahəsi
Kvadrat çəkirik. Onun sahəsi 81-dirsə, kvadratın sahəsi nəyə bərabərdir? S kvadrat bərabərdir A-nı vururuq A-ya və yaxud da A üstü 2 də buna deyə bilərik. A-nı öz-özünə vurmalıyıq. Əgər onun bir tərəfi A-dırsa, demək ki, onun bütün tərəfləri A-dır. Çünki kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Onda biz hansı iki dənə eyni ədəd, yəni bunu biz buna vurmalıyıq ki, onun sahəsini tapaq. Onda hansı iki dənə eyni ədəddir ki, biz onu bir-birinə vuranda 81 alınır. Demək ki, bu 9-dur. Bilirik ki, 9-u bir-birinə vursaq, eləyəcək 81. Yəni, onun bir tərəfi 9-dursa, demək ki, bütün tərəfləri 9-dur. Və bunun perimetrini tapmaq üçün nə edirik? Perimetri bilirik ki, hər hansı bir fiqurun perimetrini tapmaq üçün onun bütün tərəflərinin uzunluqlarının cəmini toplamalıyıq. Kvadratda bütün tərəflər bir-birinə bərabər olduğuna görə biz onu toplamaq yox, vurmaqla da eləyə bilərik. Yəni 9-u vuraram 4-ə, çünki burada 4 dənə 9 var. Bu da eləyir 36. Demək ki, perimetrimiz 36-ya bərabərdir. Sahə 81, perimetr 36 santimetr və yaxud da metrdir. Belə, keçdik növbəti suala. Verilmiş saatlardan hansında saatın əqrəbləri düz bucaq əmələ gətirir? Baxaq, görək, bu hansındadır? Bəli, demək, 16:00 bilirik ki, saat 4-dür. Düzdürmü? Düzdür. Saat 4. Bura əgər 12-dirsə, bura 3-dürsə, bura 6 və bura 9-dursa, 4 hardasa buralardadır. 16. Deməli, bizim əqrəblərimiz nəyi göstərəcək? Bir bu hissəni göstərir, bir də bu hissəni göstərir. Belə. Bu hansı bucaqdır? Kör bucaqdır bu. Demək ki, bu olmaz. Keçək göstərək, bizə nəsə düz bucağı soruşur. 20:00-ı çəkək. 20:00 saat neçədir? 12, 3, 6, 9. 20:00 saat 8-dir. 8 də bax buradadır təxminən. Onda yenə də mən əqrəbləri qoysam, bura olacaq, deməli, bu hissə 12-dirsə, bu hissə də 8-dir. Yenə kör bucaq alınır. Keçək D variantına. D variantında da bir saat çəkməyə çalışaq. Belə bir əyri saatımız var. Bir saat əyri olsa da düz göstərər, eləmi? Yox, qələm idi o deyəsən. Əyri yonulsa da düz yazar. 6-nı göstərən bir saat çəksəm, yəni 18:06 daxil. Bu bizim 12, bu da 6. Bu hansı bucaqdır? Açıq bucaq. 180 dərəcədir. Və 15:00 göstərən bir saat da çəkək. 15. Deməli, 15 saat 3-dür. Burada 12-dir. Və belə bir əqrəb olacaq. Və bu da görürük ki, düz bucaqdır, 90 dərəcədir. Demək ki, oldu B variantı. Keçdik növbəti səhifəyə. Biraz da böyüdək, yaxşı görsənsin. Deməli, bunları da silək. Verilmiş şəkillərdən hansı ən az kvadrat vahidi ifadə edir? Kvadrat vahidi ifadə eləyir. Kvadrat vahid hər bir rənglənmiş kvadratın sayını göstərir. Yəni, biz burada saysaq 4 dənə belədir, 5 dənə də belə. 4, 5-ə vurduq, 20 dənə burada rəngli kvadrat var və burada da 2 dənə yarımçıq belə bir kvadratlarımız var. Bu 2 dənə yarımçıq əgər birləşsə, 1 dənə kvadrata əmələ gətirir. 2 dənə yarım-yarımdır. Ona görə 1 kvadrata əmələ gətirdiyinə görə burada olub 21 kvadrat vahid. Kvadrat vahid. İndi buranı sayaq. 4 dənə burada var 5. 4 dənə də burada var 5. 5 ilə 5, 10 dənə buradadır. Bura baxırıq. 3 belə, 4 belə. Elədir 12.
13, 14. 14 kvadrat vahid buradadır. Bunlar 8, 9, 10, 11. 11 kvadrat vahid də buradadır. Demək ki, ən çox A variantıdır. Keçək 9-cuya. Verilən şəkildə rəngli kvadrat 4 bərabər hissəyə bölünüb. Əgər bütün kvadrat vahidləri 4 bərabər hissəyə bölsək, verilən fiqurun sahəsi neçə olar? Sahəni bilirik ki, tapmaq üçün bu düzbucaqlıdır. Çünki 5 dənə dama burada görürük, 3 dənə dama burada görürük. Demək ki, düzbucaqlıdır. Düzbucaqlının sahəsini tapmaq üçün onun enini uzunluğuna vurmaq lazımdır. Eni nə qədərdir? 3 dənə burada var. Burada neçə dənədir? 5 dənə. 3-ü 5-ə vuraram, 15. Düzdürmü? Düzdür. Və burada hər birini də deyir 4 bərabər hissəyə bölsək. Yəni bunun hər biri 4 bərabər hissəyə bölünəcək. Yəni 15-i 4-ə vururam. Bu da eləyir 60. Demək ki, 60 olur fiqurun sahəsi. 10-cuya baxırıq. Məryəmin əlindəki fəza fiqurunun iki üzü dairədir. O hansı fiqurdur? Həmin fiqur haqqında bildiklərinizi yazın. Fəza fiqurlarından iki üzü dairə olan. Biz bilirik ki, bir üzü dairə olan konusdur, iki üzü dairə olan silindirdir. Yəni, bax, belə bir fiqurdur, silindir. Biz stəkanı buna misal gətiririk həmişə. Bax, belə bir stəkandır deyək ki. Görürsünüz, iki dənə üzü dairədir. Həmin fiqur haqqında bildiklərimizi yazsaq, deyərik ki, bunun iki dənə üzü var. Fəza fiqurudur. Deməli, başqa nə? Tili yoxdur, bucağı yoxdur. Silindr haqqında bildiklərimiz bunlardır. Sonra 11-ciyə gəlirik. Perimetri məlum olan bərabəryanlı üç bucağın tərəflərini tapın. Deməli, uşaqlar, bərabəryanlı üç bucaqlar ümumiyyətlə bərabər yanlı, bərabər tərəfli və müxtəlif tərəfli olaraq üç yerə bölünürlər. Bərabər yanlı üç bucaq deyəndə, bərabər tərəfli üç bucağın bütün tərəfləri bir-birinə bərabərdir. Müxtəlif tərəfli üç bucaqların heç biri bir-birinə bərabər deyil, bütün tərəfləri bir-birindən fərqlidir. Bərabər yanlı üç bucaqda isə iki tərəf, bax bu iki dənə tərəf bir-birinə bərabər olur. İndi deyir ki, bax bunun oturacağı 11 santimetrdir. 11 santimetrdir. Perimetri isə 51-dir. Perimetr bilirik ki, nədir? Hər hansı bir fiqurun perimetri onun bütün tərəflərinin uzunluqlarının cəmidir. Onda mən bu iki dənə bərabər tərəfi tapmaq üçün nə etməliyəm? 51-dən əvvəlcə çıxaram 11-i, oturacağı bəllidir. Bu nə eləyir? 40. 40 eləyəndən sonra biz bilirik ki, bu qalır bizdə bu iki dənə tərəf. Yəni, iki tərəfin cəmi 40-a bərabərdir və bu iki tərəf bir-birinə bərabərsə 40-ı da 2-yə bölürəm də. Çox sadə bir şəkildə eləyir 20. Deməli, bir tərəfi 20-dir. Onu yazıram mən də bura. 20, burada 20. Belə, sonra gəldik növbəti suala. Mahir yük maşınının ölçülərinin 300 dəfə keçirilmiş şəklini çəkdi. Yük maşınının real ölçüləri nə qədərdir? Əgər biz bir tərəfini kiçiltmişiksə, onun o bir tərəfləri də kiçilibdir. Yəni, eyni dərəcədə kiçilibdir. Əgər tutalım ki, eni 300 dəfə kiçilibsə, demək ki, uzunu da 300 dəfə kiçilibdir. 300 dəfə demək nə deməkdir? Yəni, 300-ə bölübdür və santimetrlə ifadə eləyibdir bunu. Təbii ki, əgər şəklini çəkirsə, başqa cür ifadə eləyə bilməz bunu dəftərdə. Onda mən onun həqiqi real ölçülərini tapmaqdan ötürü bunu tərsinə, əksinə eləməliyəm. 300 dəfə artırmalıyam. Yəni, 1 santimetri vurmalıyam mən 300-ə. Bu da eləyəcək elə 300 santimetr. Və burada da yenə uzunu bəs nə qədərdir? 4 santimetrdir. Bunu da 300 dəfə artırmalıyam ki, yenə onun real ölçülərini tapım. Deməli, nə elədi? 120 vurduq bunu santimetrə. Biz də bilirik ki, bizim 1 metrimiz 100 santimetrdir. Onda, yəni tərsinə deyə bilərik. 100 santimetrimiz 1 metrə bərabərdirsə, onda 300 santimetr neçə metrdir? 2 dənə sıfırı buradan siləcəm, eləyəcək 3 metr. Demək ki, bunun deməli, hündürlüyü
əslində reallıqda 3 metrə bərabərdir. Bəs bunun uzunu nə qədərdir? Yenə 1200 bölərəm 100-ə, yəni buradan 2 dənə sıfırı silirəm, qalır 12 metr. Yəni uzunu isə əslində 12 metrə bərabərdir. Belə, deməli bu da oldu bunun cavabı və 13-cüyə baxırıq. Şəkildəki bərabər tərəfli kvadratların hər bir tərəfinin uzunluğu 4 sm olarsa, bu kvadratların əmələ gətirdiyi böyük fiqurun perimetri neçə santimetrdir? Yəni, bu balaca kvadratlar hamısı, deməli, hər birinin tərəfi 4 santimetrdir. Bax, burası bunun 4-dür, bunun da bu hissəsi 4-dür, bunun da bu hissəsi 4-dür. Yəni, burada 3 dənə 4 var. 3 dənə 4-ümüz eləyir 12. Deməli, bu fiqurun, bax, bu hissəsi 12 santimetrdir. Burada bir dənə gördüyümə görə yazıram bura 4. Burada da bir dənə tərəf var 4. Burada da bir tərəf var 4, 4, 4. Burada 2 dənə 4 görürəm. 8, bir dənə 4, bir dənə 4, 2 dənə 4. Oldu 8. İndi mən 4-ləri toplayım. Neçə dənə 4 görürəm burada? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 4 elədi 28. 2 dənə 8 görürəm. 16. Bir dənə də 12 görürəm. 12. Bu elədi. Burada toplasam indi bunları. Perimetr bilirəm ki, uzunluqların cəmini toplamaq lazımdır. Bu hissəsi elədi 16. 6 yazdım. Bir yadda. Buradakiləri onluqlara toplayanda eləyir 4, bir də yadda 5, 56 santimetr. Demək ki, cavabımız olur 56. Və növbəti suala baxırıq. Şəkildəki fiqurun öndən, üstdən və sağdan görünüşünü çəkin deyir. Öndən, üstdən, sağdan görünüşünü çəkmək lazımıymış. Deməli, öndən baxanda çox sadə şəkildə mən bunu bax, belə bu şəkildə görürəm. Ortada 2 dənə belə xət gedir. Tamam. Bu, bunun öndən fiquru. İndi üstdən fiquruna baxıram. Buna üstdən baxıram, üst tərəfindən. Üstdən baxmağa əgər istəsəm, görək necə baxaram mən buna üstdən. Belə bir şey görürəm. Və bu hissədən baxanda, bu hissədən baxaramsa, bunu mən belə görürəm. Yox, əgər tutalım ki, mən buna baxıram bu hissədən. Buradan baxsam, onda gərək mən bunu belə görüm. Elə belə baxaq, belə görək biz bunu. Yəni, buradan baxıram. Belə baxanda sol tərəfdən, yəni sağ tərəfdən dayanıb sola baxıram. Demək ki, bax, bu şəkildə görsənəcək. Və sağdan görünüşünə, yəni buna baxanda isə yenə bax, belə bir kvadrat kimi görürəm və onu bax, belə bu şəkildə ortadan xət çəkilmiş şəkildə görürəm. Və sonuncu sualımıza baxırıq. Eni 5 sm, uzunluğu 6 sm olan düzbucaqlının ölçülərini elə dəyişin ki, sahə dəyişməsin. Baxaq, nə edirik? Sahə dəyişməsin deyir. Düzbucaqlıdır. Düzbucaqlıdır bu. Belə də oxşuyur biraz düzbucaqlı. Yaxşı çəkməyim, bu bir dənə çəkeyim. Uy. Biraz heç olmasa səliqəli alına bilərmi görək düzbucaqlı bizdə. Nisbətən. Eni deyir 5 metrdir, 5 santimetrdir. Uzunluğu da 6 santimetrdir. Biz də bilirik ki, düzbucaqlının ölçüləri, sahəni deyir. Sahəni tapmaq üçün enini uzunluğuna vurmaq lazım. Yəni, burada S bərabərdir 30-a. 6-nı 5-ə vurdum, eləyir 30. İndi bu ölçüləri deyir, elə dəyişin ki, sahə dəyişməsin. Hansı ədədlərin hasili bizə 30 verə bilər? Ya biz bunun sahəsini nə edə bilərik? Tutalım 5-6-nı silirəm mən buradan. 5-6 eləməyək. Eləyək, məsələn, burasını 3, burasını 10. 10-u 3-ə vursam, yəni 10 vuraq 3, eləyir 30. Başqa nə 30 eləyə bilər? 15 vuraq 2 kimi də yaza bilərəm 30-u. 30 və yaxud da 1 vuraq 30 kimi də yaza bilərəm. O da eləyəcək 30.
Bu ədədlərin, yəni mən bunu bu şəkildə eləyə bilərəm. Bir tərəfini 1 sm götürərəm, o biri tərəfini 30 sm götürərəm və bunun hasili yenə də 30-a bərabər olacaq. 15 və yaxud da 2, 13 kimi götürə bilərik. 5, 6 da öz yerində qalır. Yəni 5, 6 fikir verirsiniz. 4 cür biz bunu dəyişə bilərik. Elə dəyişərik ki, sahə dəyişməz. Belə, əziz şagirdlər, summativimiz bundan ibarət idi. Dərsimiz bundan ibarət idi. Gününüz xoş olsun. Sağ olun.